Heç ailədə də hündürdən danışmaq olmaz. Ehtiyac varsa, bir adam kardırsa, bəli, ona demək olar ki, səni çağırıram, gəl söhbətime cavab. Ümumi əxlaqi qaydalardır, bunu bərpa eləmək lazımdır. Hətta lazım gəlsə, cərimə tətbiq eləmək lazımdır. Onda ağıllanarıq inşallah. Maraqlı söhbət olanda, onlar nəsə bərk danışanda, qulaq asırsa, teatrda kimi keçirirsə, belə mübahisəli söhbət olanda, davadalaş olanda, o çox mənfi təsir eləyir. Bəş-bəş danışır. Belə. Əsəbləşirsən var. Mən özüm də əsəbləşirəm. Narahatçılığımıza səbəb olurlar. Zəhmət olmasa həmin xalalara səslənirəm ki, belə hərəkətlər eləməyin. Yəni daha sakit olun nəqliyyatda. İnsan ümumiyyətlə ictimai nəqliyyatda özünü normal aparmalıdır. Əgər bir telefona zəng gəlsə, ona söndürüb və yaxud da səssiz qoyub sonra danışmaq. Məncə danışırlarsa, alçaq səslə danışmalıdırlar da. Yüksək səslə danışanda, mən olmasam, laf başqası olsun, narahat olurlar. YouTube kanalımıza abunə olun.